Uzun müddət sonra mən Mehmanım YouTube'a geri döndüm və evet bir dəqiqə Bakıya dəyəsi oldum. Şükür Allaha. Biraz səhv başa düşürmüşəm sosial medialarda. O da mənim xatam idi. Bir daha içində sizi bu qədər endişələndirməyəcəm. Obşim sağam, sapa-sağlam şəkildə kamera qarşısındayım. 3 dənə ürün aldım Bakıdan buraya gələrkən. Birisi magnitdi, Xadinnik magniti, soyuducu magniti. Onu tapamadım indi. Əlbət bir gün ortaya çıxar. Amma digər ikisini tapdım. Birisi budur. Bu gördüyünüz qara yılan qardaş. Balaca, qırmızı gözlü bir şeydir. Gerçək kimi görünür. Bununla zarafatlaşmamış bu videoyu yükləmək istəmirəm. Sabahda bir üstündə zarafatlaşım bəzi insanlarla. Bir də budur. Belə bir şeydir qısacası. Ya həqiqətən də atamın da dediyi kimi yaman yatağan qılıncına oxşadıblar. Yatağan qılıncı nə tər bir qılıncdır deyə bilməyənlər üçün Yeniçərilərin işlətdiyi qılınc növüydü. Qısacası belə tutursan, belə savurursan. Savuranda küləklə bərabər daha da güclənir. Arxası parçalayıcı və müdafiə üçün nəzərdə tutulmuş, ucu isə kəskin və kəsici olaraq tasarlanıb. Bu bıçağı niyə aldım? Hobi və maraq deyə bilərəm. Maraqlı göründü, mən də aldım. İki bıçaq arasında qalmışdım, mən də bunu seçdim. Bunun test videosu gələrmi? Gələ bilər, niyə gəlməsin? Amma baxaq da görək nə olur, nə bitir. Hələ yeni gəlmişəm, duraq durduğumuz yerdə. Özü də ki də bıçaqla çox əlləşmək istəmirəm mən. Hobi əşyası olaraq almışam. Yaxşı ki qılıfı var, yoxsa bu bıçağı mən daşıyamazdım. Neysə. O biçim bir dənə bu bıçağı göstərdik. Bir dənə bu oyuncaq yılanı göstərdik. Başqa nə qaldı? Deyəsən çox bir şey qalmadı. Bakıda nə axardım? Bu dəfə eləcə kirayəyə bir evdə qaldım. Bir otaq deyə bilərik. Bir dənə otaq. 2 dənə də yan otaq deyə bilərik də. Yan otaq dediyim ayaq yolu ilə mətbəx. Mətbəx də çox kiçik bir quyu kimi bir şeydir evə. Daha doğrusu belə divar, balaca bir yerə sıxışdırmışlardı. Yenə də güzel ya. Yenə də güzeldi ya. İlk başta alışmaqda çətinlik çəkdim, amma sonradan alışdım ya. Bu arada İvanın qiyməti yadımdan çıxıb, amma bu 3 səviyyə mal olur. Üstündə də elə yazıb var. Görək Bakıda işə zar düzəlsəm arada bir qılıncdır, bıçaqdır zar alıb, marağını alıb kolesiya yığa bilərəm, görək nə olur. Amma kəndə də yaşamaq istəyirəm, görək nə olur, nə bitir. Bıçağa gələcək olursaq, bir də bıçağın ağırlığına gələcək olaraq, təsəvvür edəmədiyiniz qədər ağır bir bıçaqdır. Yəni balaca göründüyünə baxmayın. Dəmiri o qədər qalındır ki. Bir də bunun arxası belə qalındır yəni. Bir də bunun səmtini də bilmək lazımdır. Elə kavisi ucu da belə kəsməyə uyğun deyil. Belə kəsməyə uyğun deyil. Belə. Yəni test etdim biraz. Detaylı test videosu gələ bilərmi? Niyə də gəlməsin? Yəni mən bir dənə bıçağı da test edə bilərəm, amma nə zaman çəkərəm onu bilmirəm. Və bəlkə də çəkməyərəm. O biçim bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.